baxın, diqqətlə baxın. Evin girişi belədirsə, otaqlarına gəlin birlikdə baxaq. Görün hansı formadadır. Siz olsaydınız, baxın bu at dekorundan evin girişində, dəhliz sahəsində istifadə eləyərdiniz ya yox. Bunu şərh bölümündə mütləq qeyd edin. İndi evlə tanış olaq. Əsas giriş qapısına. Qarşıda gördüyümüz əsas giriş qapısıdır. Evə daxil olduq. Dəhliz sahəsi, hərəkət eləyək digər sahələrə doğru. Dəhliz sahəsidir. Demək, sağdan davam edək bir-bir tanış olmağa. Burada yataq otaqlarından biridir. Evin hündürlüyü 3 metr 50 santıdır. Hündür bir evdir. Burada evin mətbəx sahəsi, zal hissəsi, 3 otağa düzəlmə bir evdir. 2 otaqdan 3 otağa düzəlib. Burada eyvan sahəsidir, kiçik bir eyvan sahəsi var. Qazın sayğacı, kombi aparatını yerləşdirmək üçün. Mənzil yerləşir 2-ci mərtəbədə. Burada isə digər otaq. Sanitar qovşaqların hər biri ayrı-ayrılıqdadır. Binada bütün kommunallar mövcuddur. Baxın, burada isə sanitar qovşaq. Qiymət bu mənzil üçün 114.000 manat. 113.000 manatdır. Bu mənzilin qiyməti 113.000 manatdır. Xırdalan şəhərində yerləşir, tam mərkəz, Təzə Bazar, Heydər Parkı. Baxın, bu həndəvərdə, bu ərazidə. 2-ci mərtəbədə yeni tikili binada. Sağ olun, salamat qalın.